İzləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Bugün sizə gözəl bir ərazidə, gözəl bir həyət evimizin təqdimatındayım. Hörmətli izləyicilərimiz, təqdimata qonaq otağından başlamışam. Açıq qonaq otağıdır, yəni müasir üslubdadır, dəyərli izləyicilərimiz. 5 otaqlıdır. Sot yarım torpaq sahəsində, Abşeron rayonu Masazır qəsəbəsində Qurtuluş Bağçalı evlərin tam yaxınlığında. Evdə müəyyən işlər qalıb, ev sahibi öz zövqünə görə təbii ki, hissə təmir edirdi və arxaya çıxış da var. Baxın, qonaq otağından hissədən evin arxasına çıxış da var. Qismən əşyalı veriləcək, yəni bu qonaq otağındakı əşyalar götürüləcək. Təbii ki, həmişə olduğu kimi mətbəx verildi, hamam aksesuardır, kombidir, kondisionerdir, müəyyən yataq otaqlarından hasılarsa qalacaq. Evdə təmir işindən qalan iş, pilləkəndi üzlənməsi qalıb. İkinci mərtəbədə bir sanitar qovşağının üzlənməsi qalıb, bir də ki, fasad işi qalıb. İrəliyən dəqiqədə təbii ki, özünüzə şahid olacaqsınız. Burada yerləşir sanitar qovşaq və tavan hissəsi qalıb yığılmağa. Yəni, yenə deyirəm, ev sahibi özünə görə yavaş-yavaş təmir edirdi. Bu gün artıq ehtiyac üzündən satmaq qərarına gəlib, yəni xırdapara işləri özünüz görəcəksiniz. Təbii ki, qiymət münasib qoyulub. Burada yerləşir mətbəx, gördüyünüz kimi. Yəni, dizaynla səliqəli iş görülüb. Mətbəx bölümü, tavan hündürlüyündə mətbəx bölümüdür. Elektronika götürüləcək. Beton pilləkənlərdir. Mərtəbə arası manual beton, fundament kəmər təbii ki, öz qaydasında. Və qalxırıq ikinci mərtəbənin təqdimatına. İkinci mərtəbədə isə, hörmətli izləyicilərimiz, bölgü yerində dəhliz vasitəsilədir. 4 yataq otağı yerləşir. İlk öncə, baxın, bu hissədə yataq otağını göstərim. Bir yataq otağı. Bu hissədə balaca bir disk otaq. Qardırop kimi də istifadə edə bilərsiniz. Kondisioner qalacaq. Burada ikinci mərtəbənin sanitar qovşağıdır. Təmirsizdir, hörmətli izləyicilərimiz. Burada isə digər yataq otağı yerləşir. Uşaqlar üçün nəzərdə tutulan. Burada sonuncu yataq otağı. Otaqların ölçüləri genişdir. Hörmətli izləyicilərimiz, qiymət 132 min statlı qiymətdir. Real müştərilərdən razılaşmaq olacaq. Sənəd fərdi yaşayış, tikinti təyinatlı torpaqdır. Torpağın çıxarışıdır, evə kupça götürülməyib. İstəsəniz, özünüz də götürə bilərsiniz. 500-600 manat xərci var. Həyətyanı sahəsinin təqdimatına keçirəm. Üz görünüşüdür, fasad işləri qalıb. Həyətində belə bir setkası, kombi bu hissədə quraşdırılıb. Rahat şəkildə həyətyanı sahəsində avtomobil daxil olur. Əl qapısı addenli, avtomobil qapısı addenli. 132 min statlı qiymətli Qurtuluş Bağçalı evlərin tam yaxınlığında. 051 635 1797 nömrəmizə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz.